əsasən hansı problemlərlə üzləşəndə biz gəlmirik? Çünki biz bəzən psixoloji problemlərlə gündəlik keçirdiyimiz o sinir, hansısa bir travma, bunları səhv salırıq. Hansı hallarda biz psixoloqlara müraciət etməliyik? Belə deyim ki, Nailə xanım, əgər özümüz öz hisslərimizi idarə edə bilmirsə, bu böyüklərə aiddir. Bizə aid olan hissləri idarə etməkdə çətinlik çəkiriksə, deməli artıq mütləq şəkildə biz psixoloqa müraciət etməliyik. Amma bu kiçik yaşlı uşaqlarda isə valideynləri inkişaf mərhələlərinə diqqət yetirməlidirlər və inkişaf mərhələlərində gecikmə baş verdiyi zaman mütləq şəkildə psixoloqa müraciət etməlidirlər. Yəni bunu gecikdirmədən, gündəlik müayinələrdə görürük ki, danışmır, bizdə belə gec danışıblar, bu prinsiplə yaşamamalıyıq. Yəni uşaq tutaq ki, 1 yaşında 10-12 söz deməlidirsə və bunu artıq etmirsə, biz mütləq şəkildə vaxt itirmədən psixoloqa müraciət etməliyik. Bəli, gecikdirmədən. Bundan sonra nə baş verir? Bizə müraciət etdikdən sonra nə baş verir Layla xanım? Böyük bir komanda qolunu çirməliyib işə başlayır. Bizə müraciət edən uşaqları biz belə görüb də belə qiymətləndirmirik. Narınc xanımın xaricdən gətirdiyi, öz sözünü demiş testlərlə yoxlayırıq. Məsələn üçün, valideyn gəlib gündəlik ən çox eşitdiyimiz problemlərdən uşağım dərs oxuya bilmir. Dərs oxuyur, yadında qalmır. Diqqətini bir yerə toplaya bilmir. Biz bu zaman nə edirik? Əvvəlcə uşağın zəkasını yoxlayırıq. Nədir dərs öyrənməyinə mane olan? Zəkası mı geridir? Zəkasında mı problem var? Hiperaktivdirmi? Hiperaktivlik diqqət defisiti mi yaradır? Yəni problemin, keçən dəfə siz verilişlərin birində bir söz dediniz ki, müalicə, sağalmanın 50%-i düzgün diaqnozun qoyulmasındadır. Və bizim üçün də, Narınc xanım üçün də bu çox önəmlidir ki, düzgün diaqnoz qoyuruq. Autik spektr hiss ediriksə, onun xüsusi testi var, hansı ki, Narınc xanım xaricdən gətirib, onunla artıq autizmin şiddətini ölçürük ki, nə qədərdir. Diaqnoz qoyduqdan sonra, bayaq dediyim kimi, böyük bir komanda qolunu çirməliyir. Yenə də Narınc xanımın xaricdən gətirdiyi xüsusi proqramla hər bir uşağa və hər bir böyüyə xüsusi proqram hazırlayıb işimizə başlayırıq. Seanslar təşkil edirik. Nə qədər olmalıdır? Məsələn, bir uşağın tam şəfa tapması üçün 3 aylıq proqram varsa, biz hər ay o işimizi yoxlayırıq. Bu bir ayda qarşımıza qoyulan məqsədə çatmışıqmı? Və ola bilər ki, hər bir aydan sonra bir uşağın proqramı yenidən dəyişilə bilər. Bəli, tutaq ki, bir uşaq həftədə 6 dəfə gəlirsə, hansısa bir seansa, məsələn, 5-6 mütəxəssis işləyə bilər eyni anda bir uşaqla. Bir aydan sonra artıq əldə etdiyimiz nailiyyətlərə görə artıq onun proqramı dəyişə bilər. Məsələn, həftədə 6 dəfəni 3 dəfəyə keçirdə bilərik. Məsələn, 6 mütəxəssis, tutaq ki, bir mütəxəssis artıq istədiyimiz nəticəni verib işini başa vurubsa, mütəxəssis sayıda azala bilər ki, bu da həm də valideynlərə bir maddi, mənəvi dayaqdır. Yəni, bir diaqnozun arxasında bir böyük komanda işləyir. Yeri gəlmişkən 50% də endirim var. Bəli, hal-hazırda həm yazın gəlişi ilə, həm Ramazan ayı ilə əlaqəli ilki müayinələrə 50% endirim edib Narınc xanım. Mən təşəkkür edirəm sizə də, bütün Narınc Psixologiya Mərkəzinə də. Hər zaman deyirik, sağ olun, baxın, sizi sevir insanlarımız. Mən hər zaman deyirəm, siz Bakıxanov Xidmət Mərkəzinin rəhbəri olun. Mərkəzindəyəm, baş psixoloqam, amma saydıqlarım bütün xidmət mərkəzlərinə aiddir və möcüzəvi aparatlarımız olsun, psixoloji iş olsun, logopedik iş olsun, fizioloji iş olsun, müalicəvi idman olsun. Bütün xidmət mərkəzlərimizdə xalqımızın xidmətindəyik. Təşəkkür edirəm.